Hasretin öpürdü bize. İsmail'in derdi döndü eskiye. Hasretin çöktürdü dumanı göze. Hayat gelişiyle getirdi sevin. Onu düşürdü o kısa kemin. İndi ben bağlamsa sevin. Ben divane vuran vefat günü. Ziyaret edilen o sönmez senin. Yaşanırım senin şanlını. Gönlden düşer ama üçte ağlar. Musa ister bir de divane Çok sağ olun. Akşamınız bir güzel tanımlar. Sizin kalbinizi hoş gördüğü, her birimize doğma olan Obraz kafede sizi görmek çok hoştu sizler için. Her birinizi yürekten salamlayıram. Ve bugün dünyanı öz hüquqlarına göre değiştiren kadınların günüdür. Güclerine inanan, zəhmətlərinin karşılığı için istənilən müharibəyə getməyə hazır olan kadınların günüdür. Hayatımda gördüğüm en cesur ve en güçlü kadın olan anaların günüdür. Kadınlara həsr olunan bu möhtəşəm 8 Mart bayramında məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinç gözlərinizdən əskik olmasın. Ürəyindəki bütün gözəl arzu ve hayallarınız gerçek olsun. Bu güzel mekanda toplaşmamızın sebepkarı ülkemizde hem ülkemizden kenarda kardeş Türkiye ülkesinde temsil eden görkemli hekim kosmetologumuz Məhət Hanım Dadaşovanın sayesinde biz bırakamız toplaşmışız. Karşılayalım alkışlayarsınız Məhət Hanım'ı. Çok güzel bir gündür. Kadınların günü yoktur. Kadınların günü her gündür. Her birimiz her bir güzelliğe layık. Ve güzellik demişken isterim sizi ilk mahnımla, musikimle tebrik ederim. Ama ondan önce elbette ki bu mekanda yarışmalarımızda sebepkar olan Məhət Hanım Dadaşova'ya ilk olarak söz vermek istiyorum. Buyurun. Çok sağ olun Servet Hanım, teşekkür ediyorum canım. Evvela hamınız hoş geldiniz benim əzizlərim. Sizleri görmeyi ne kadar hoştur, ne kadar güzel hanımlarımız var. Allah sizi korusun, Allah bizi korusun. Allah vətənimizi salamat eləsin. Her zaman Vəfa Hanım'ın yeri belə bol yani müşterilerle dolu olsun. Bu yeri ben çok sevirəm. Çok güzeldir. Evvela şehrin merkezidir. Sonradaki bizim Vəfa Hanım'ımız çok güzeldir. Yer kimi, özü güzel. Ona göre böyle güzel mekan götürüp böyle güzel hanımları yığmışam bura ki məhz bura güzeldir. Hamınız bir daha hoş gelmişsiniz. İndi yeməklərimiz də beləcək iftarı gözləyirik. İnşallah ki her şey yaxşı olacaq. Bir daha hamımızı təbrik edirəm. Biz qadınlar bütün gözəlliyə layiqik. Allah sizi qoysun. Hamımız gözəlsiniz. Öpürəm sizləri, mənim əzizlərim. Gələn ayaqlarınız var olsun. Teşekkür ederim Məhət Hanım, çok minnətdarım. Ve vurgulamak isterim ki bu 2-8 Mart Beynəlxalq Kadınlar Günü aynı zamanda Ramazan ayına tesadüf edip, Gözəl Müqəddəs 11 ayın sultanı olan Ramazan ayına tesadüf edip, burada bilirim ki
əksəriyyət xanımlarımız oruçdular, iftarlarını açırlar. Allah qəbul eləsin ibadətinizi, dualarınızı, orucunuzu. Bir daha sizin hər birinizi ürəkdən təbrik edirəm və bu gözəllik bayramıdır. Qadın deyiləndə gözəllik yada düşür və ona görə də sizə gözəlliklə bağlı ilk mahnımı təqdim edirəm. Ben mani olurum size, ha? Yok, Osman. Çok sağ olun. Gerçekten de bir güzellik. Düz değil. Video çekiyorum. Onda almışlar görme. Tam bir güzel. Maşallah, maşallah. Bugün çok muhteşem bir gündü. Sabah 8 Mart Beynəlxalq Kadınlar Günüdür. Ve bayram ayıdır, Ramazan ayımız gelir.
Ramazan bayramımız gəlir, gözəl bir müqəddəs günləri yaşayırıq. Qarşıdan Novruz bayramı gəlir. Bayramlarımız çoxdur bu ayda, çox gözəldir və bu günlər bizim burada gözəl, çox gözəl alimimiz əyləşir. Alimimiz deyəndə ki, bütün yaradıcılığını babasına həsr edir və bütün gözəlliyə layiq olan gözəl xanımız, bizim nümunəvi, əfsanəvi gözəlimiz, Allah onu qorusun, buyursun Dilarə xanımız, azizsəyimiz, gözəlimiz, düzdür, cavandır, amma ki, ona mütləq sözü birinci ona verməliyik. Buyurun. Teşekkür ederim. Hamınız hoş geldiniz. Hamınız hoş ahvalınızı arzularım. Mənə də gəlir ki, Mələr xanıma yerdən elə bir hoş ahvalını mənimlə çıxıb gedəcək inşallah. Çünki o qədər çalışır və saat 4'e güzel gelir ki, oradayım. Bizim əlbəttə ki, orada məsuliyyətdir. Yəni ki, bizi qarşılamaq, birinci gəlir. Demək olar ki, burada gecəlikdir. Zəfa xanıma təşəkkür edirəm ki, bu cür gözəl məkanı bizə bağışlayın hər dəfə. Hər dəfə biz bu məkanda istədiyimiz kimi xoşallanırıq, rəqs edirik, danışırıq və xoş əhvalıq yerlərində yola gedirik. Mən bilirsiniz ki, həm milyoncu nəvəsiyəm, amma ki, kasıb nəvəsiyəm və Musa Nağıyev adından Milli Dəyərlərin Qorunması İctimai Birliyi sədriyəm. Ona görə neçə illərdir Nəhayət xanım, hər dəfə belə ziyafətlərdən sizlərə deyir ki, mən diplomlar, təmizlərin əsliqələr təqdim etmişəm çoxumuza. Yəni, hamımız bizim üzvlərimizdir və bugün də çox adamları yox, əksər adamları biz burada diplomla təqdim edəcəyik. Yəni, ən uca qadın, biz çox fikirləşdik Nəhayət xanımla ki, necə edək ki, sizi bir daha sevindirək. Ona görə bu belə bir diplomla, ən uca qadın diplomuyla siz Bir dəqiqə qurban istəyirəm sizdən. İftar vaxtıdır. Allah oruçlarınızı qəbul eləsin. Allah niyyətlərinizi, vətəninizi salamat eləsin. Çox sağ olun əzizlərim. Buyurun, iftarınızı açın. Dilarə xanım, üzr istəyirəm. Mən birinci hədiyyəni sizə vermək istəyirəm. Çünki siz, mən düşündüm ki, mən sizə nə ala bilərəm? Ancaq siz bizim mələyimizsiniz. Siz simbol kimi gözəl bir mələyimiz. Allah sizi qorusun. Buyurun. İlk hədiyəmi Dilarə xanıma verirəm, amma hamımıza verəcəm. Az da olsa, balası da olsa hədiyəmi qəbul edərsiniz. Məndən belə bir hədiyəm sizə. Oy, çox sağ olun, mənə də hədiyyədir. Təşəkkür edirəm. Bu hədiyələr günüdür, sabah hədiyələr günüdür. Biz qadınlar hər gözəlliyə layiqiz. Allah ruzunuzu bol eləsin. Çox sağ olun, mənə dəyər verən gözəl qızlarım. Yeganə xanım, təşəkkür edirəm. Biz hər zaman Türkiyədə, Bakıda bir yerdəyik. Siz və bacınız, İradə xanım, onun da mənə hədiyyəsi var. Təşəkkür edirəm. Buyurun Dilarə xanım, sözü sizə verirəm. İndi gözəl diplomlarımızın təqdimatı olacaq. Mən belə bir ideya ilə düşünmüşəm. Biz həmişə qeyri-yetmə təşkilatı olaraq nəyəsə bir nadir üsullara əl atırıq. Mən də bu gün dedim ki, biz hər birimiz qadınız, anaylıq, sevilmişik, evladlarımız tərəfindən qiymətləndirilmişik. Amma bizim dövlət xərcimiz var, ictimai xərcimiz, Azərbaycanın birinci xanımı, Məhriban xanımın Əliyeva. Bəs o isə ən ucaların ucasının qadınıdır. Bir adı istəyərdim Məhriban xanımın şərəfinə. Və mən düşündüm ki, bu günləri ilk diplomu biz Məhriban xanıma təqdim edək. Yəni, burada biz belə qərara gəldik ki,
deməli, ictimai birliyin üzvlərindən, idarə heyətindən, Məlahət Dadaşova, mən, Bahar Qasımov, o da təqdim olunacaq olan qısmım, Respublik Qadınlar Cəmiyyətinin sədri və bir də xeyriyyəçi Qəmər xanımı. Biz sabah yedik, bu diplomu prezident aparatına təqdim edəcəyik, sizin alqışlarınızla, sizin razılığınızla. Yəni ki, siz biləsiniz ki, biz belə işlər görürük. İctimaiyyət indi çox qaynar qazan olurdu. İctimaiyyətdəki kimi heç yerdə inkişaf etmək olmur. Və buna görə də sizdən hər gələn, yeni gələn ya vəsiqə istəyir, ya diplom istəyir. Bu da o deməkdir ki, deməli bizim ictimaiyyətimiz daha da inkişaf edir, daha da fərqlaşır. Deməli, sizin razılığınızla Mehriban xanımın sabah bu diplomu ona çatdırılacaq. Bir də Ana və Uşaq Komitəsinin Bahar Muradını, biz belə bir diplom da mən onu sizə göstərmirəm, belə bir diplom ona da hazırlamışıq. Bir də Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova. Çünki bu üç cəmiyyətin qadınları həqiqətən öndə gedən xanımlardır və bizi flagman kimi öz arzularınca aparırlar. İndi icazənizlə ilk diplomu mən Məlahət xanıma təqdim edəyəm. Müsaade xanım, buyurun. Çox sağ olun Dilarə xanım. Allah sizi bizə çox görməsin. Allah sizə can sağlığı versin. İkimizde yıl yaşar. Yok, biri yaşadı. Məlahət xanım, siz dəyərli xanımsınız, ona görə həm gözəl insansınız, həm gözəl anasınız. Mən gəldim onun ad günündə, mən dedikdən bir ona yazmadan, ünvanlı gerçək lazım olan və dedim ki, mənə şəkil göndər. Bir də şəkil göndərdi mənə. Deməli, dəniz qurağındadır, əllərimlə açıb, bu dünya sənin olsun, dillarlandırdım ona, həqiqətən dünya sənin olsun, həmişə sevinəsən, həmişə uca qadın zirvəsində olarsan, necə varsan, elə xoşbəxt ailərinə can sağlığı, özünüzdə də can sağlığı. Çox sağ olun Dilarə xanım. Hər zaman məni gözəl mükafatlandırırsınız. Milli Dəyərlərin Qorunması Təşkilatının başçısınız. Mən çox sevinirəm ki, mən də sizin fəxri üzvünüzəm və bugünkü xanımlarımızla hamı sizin üzvləriniz olacaq. İnşallah. Və burada deməli, Məlahət xanım, siz diplomun axırında yazmışsınız ki, İtəli heyətin razılığı ilə. Yəni bu diplomlar məsuliyyət daşıyır. Yəni ki, elə bir diplomlar verir. Həm məsuliyyət, həm də siz məsuliyyət, həm də özünüz məsuliyyət daşıyırlar. Ona görə onu müstəqlən qeyd etməyi nəzərdə tutur. Müsaade xanım, orada növbəti diplomumuz Şireyliyə ki, hamımız bu cəmiyyətdə indi gəlirik qazi hamısında. Arzu Cəlilova. İftarı açıldı. İlk sevinciniz olsun ki, Arzu Gözəl xanımdır. Bizim hər şansımıza gəlir. Facebook'da həmişə iştirak edir, bizimlə salamlaşır, sağollaşır və bizim ictimaiyyətdə iştirak edir və düşünürəm ki, bundan sonra daha da fəal olacaqsınız və bütün deməli, tədbirlərimizdə iştirak edəcəksiniz. Buyurun. Gözəlliyə layiqsiniz. Bir 15 dəqiqə vaxtınız almaq onları edək, ondan sonra. Sərdə xanım, Siz yiyin, davam edin, amma biz yenə də onları təqdim edəcək. Amma çox xahiş edin, gələndə şurayla yuxarıdan gəlin, çünki video çəkilir və hər kəs də bir-birini çəksin ki, yəni bizim üçün gözəl bir reklamdır, gözəl bir işdir bu. Yəni bu hər adama nəsib olmur, Dilarə xanımın əlindən fəxri diplom almaq. İndi deməli, Gülşərə xanım bizim artıq bir 10 tədbirimizdir keçirdiyi həmişə öz səsi ilə bir valih edir, tərbiyəsi ilə, mədəniyyəti ilə bir valih edir. Hətta savalı ilə də həmən heyrətdən bilir.
baxmayaraq ki, projelarda hamıların Nazirliyinin əməkdaşıdır, amma yəni, hər işçidir, amma bizimlə sıravi əskər kimi burada iştirak edir və çox istəyərdim ki, Məlayət xanım bu diplomu Sərlə xanıma təqdim etsin. Həmişə bizim əziyyətimizi çəkir, gözəl mahnılar var, mühəşəddəsini çox eşitəcəksiniz. Misalə xanım həqiqətən də bizim əziyyətimizi çox çəkir. Bir ona gürültülü almışlar. Gördüğün ne güzel mahnılar oxuyacaq. Sağ ol, çok sağ ol. Şimdi Sağ ol Əlizadə. benim güzel Sara xanım, güzel həkimim, Allah sizi korusun. Çok güzel həkim, çok güzel serumlar, kremlerin hazırlanmasında illərdir ki çalışır, fəaliyyət göstərir. Çox xanım, xatım, gözəl həkimimizdir. Buyurun, siz hər güzəlliyə layiqsiniz. Bu fəxri adı məhz Dilarə xanımdan almaq həqiqətən də böyük bir fəxrdir. Sara xanım bir yaxınlarda ad günü keçirdi. Mən özüm 16 yaşı var, yemək vermiş. Amma içəri girəndə bu da qəmbiliydi, bu da qüssəliydi ki, mən başa düşmədim. Məclisin axırında dedi, mən hər ad günündə qəmlənirəm ki, yaşım artır. Bir onda mən neyim, 86 yaşında olacaq. Mən özümü öldürüyorum. Əksinə yaş bizim gözəlliyimizdir, yaş bizim silvimizdir, indi müasir bildirirsən, silvimizdir. Zəngüsün ortasından bir nastroyenisi daxtı, belki şükranlıqdır, əlbəttə, sabah tutulur, büyük iş verir. Şimdi ona göre illerin de ötüründə Sara xanım heç vaxt qəmli olmayan bundan sonra buyurun Sara xanım gözəl deməli diplomla təqdim oldu, əl uca qadın diplomuyla. Salam, akşamınız xeyirli uğurlu olsun inşallah. Herkesin Allah orucunu qəbul etsin. Baştan Allah xanım olmaqla, Dilarə xanım olmaqla herkesin 8 Mart bayramını təbrik edirəm. Hər birisi can sağlıq, bunu razı edirəm. Çox sağ olun, minnətdaram. Güzel Sara xanımızın təbrik edirik. Siz hər fəxrada layiqsiniz. Günay geçen geldi. Bir güne Kazdı da bir yol vermek ve çetin meseleleri. Namaz kamera atmadı. Yok. Sevgili sizi. Sağ olun. Ben de şanslı çəkirəm bilmirəm. Aytəkin xanım hazırlaşsın. Bizim gözəl həkimimiz hər zaman səmimi, hər zaman mənim yanımda, sadə, gözəl xanım. Hamının qulluğunda dayanan, gözəl xəstələrinə qulluq edən, xəstə deməzdim, gözəllik yaradan, gözəl həkimimiz. Allah sizi qorusun. Buyurun, Dilarə xanım tərəfindən mükafatlanırsınız gözəl diplomla. Önce kadın olarak hayatta həmişə ucalasın, çok çekinirler baksınlar. Həmişə ucalanırlar, xəbər gəlsin. Necə yani kanıtlı tərifini bilirsinizdir, ən ucaların ucasıdır inşallah. Allah tutduğunuz doğrusunu qəbul edin. Amin. Nə yaxşı ki varsınız, sizin tanrınızda. Minnətlər. Çok sağ olun. Biz size teşekkür edirik ki her zaman bizimlesiniz. Sağ olun. Məliyə və Könül xanım. Könül xanım. Könül xanım. Sizin növbə gəlib çatır. Gel oturun, gel buraya. Gel.
Gönül Hanım, bizim videografımızdır. O günlerin biz Musa Nalıyıl'ın anım gününü təsviri keçirirdik, Günəcərdə qəbrisindəydik. Yəni biz oraya Mazbəliyə gedən kimi gedirik. Bu dünənki önümüzün 107 yaşından olmuşdur. Gönül Hanım orada o kadar güzel fotoğraf çəkir, videolar çəkir. Evde de işleyip olur. Yani bizim videografımızdır. Allah'ın izniyle. Buyurun Gönül Hanım. En ucalarını yapı olmaktan her yaşa. Bu tərəfdən keçəməyəcəm, orada şey var. Ha. Şimdi içinde diyorsunuz biraz geçin ki biraz yukarı aşağıdan geçebilirsiniz. Gönül Hanım çok güzel, samimi, Hanıma deyin çörək mehriban, qabı versin. bizneslidir. Ben geldim. Çörək Çok qabı. da hanım katım. Çok sevdiğim hanımlardan ve hatta kızımdı, bana can yanan kızımdı. Allah korusun, siz her güzelliğe layıksınız ve bugün de Gülayra Hanım tarafından farklı diploma layık görülmüşsünüz. Diploma layık. Bəli, sizə gətirim. Gətirsən. Bəli, bəli. Benim için çok büyük şeref ki Gülayra Hanım'ın şəxsən əlindən diplom almaq bizim için çok büyük şərəfdir. Siz de çok sağ olun Məlahət Hanım. Bir ailələriniz, bu gəldilər, bir çəkirsiniz, hər şeyi. Sizin yanınızda danışmaq mənə çox şərəfdir. Kızlar təbrik edirəm, təntəslik 8 Mart bayramı qadınlarla münasibətilə təbrik edirəm. Siz də çox sağ olun. Bu gündən çıxılan hədiyyələrim var. İcazə versəm, hədiyyələrimi təbrik edirəm. Gönül Hanım'ın da bize hediyeler var. Sağ olun. Bir alkışlayak Gönül Hanım'ı. Sağ olun. Bek bek bek. Size. Çok sağ olun. Teşekkür ederim Gönül Hanım. İsmail Osmanlı. Güzeller güzellik olur hanımda. Yüce kadın Tebrik edeceğim. bir olma, tertip olmalı. Tebrik ediyorum. Tebrik ederim. Çok sağ olun. Flora Hanım, ben beğendim. Hakikaten de çok güzel hekim. Hekim ve Flora Hanım məlumat verirsiniz. Rahmet olmasa o tarafta durun ki göstersin. Akşamınız hayırlı olsun Elif Hanım'ın. Özellikle davet ettiğiniz için, layık gördüğünüz için sonsuz minnettarlığımı bildiriyorum. Məlahət Hanım, Gülayra Hanım'a sonsuz minnettarlığımı bildiriyorum. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asosiasiyasında Səhiyyə Komitəsinin sədriyəm, eyni zamanda da həkiməm. Allah tutları qəbul eləsin, Allah qatında fəzilətli eləsin və mən bilirəm ki, burada toplanan xanımların çoxu estetik həkimləridir. Sağlamlıq və gözəllik deyizi altında biz bir çox bayramlar təşkil eləmişik. Asosiyasiyamızda olan yüzlərlə həkim adından və eyni zamanda da öz adından sizi 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edirəm. Hər birinizdə sağlam və uzun ömür can sağlığı arzu edirəm. Çox sağ olun. Çok sağ olun güzel hekimimiz. Minnettarım, buyurun. Siz her güzelliğe layıksınız. Allah sizin olsun. Refi gel bana. Emine. Refi Hanım. Bir videografımız var. Güzel, o da biznes, salon biznesidir, biznesmenidir. Hem de güzel videolar çekiyor. Türkiye'de bize aman veriyoruz. Bir seninle olmuşlar, askerimiz büyüğü. Refi Hanım oldu. Çok güzel
o rəftarıyla hamının sevimlisinə, əl altınlarla Məhəmməd xanımın sevimlisinə çevrildik. Rəfiqə xanım sizi bununla təbrik edirik, təbrik edirik. Ad günü, Beynəlxalq Xalq Qadınlar Günü münasibətilə can sağlığı və onların sevimli görəsən inşallah. Teşekkür ederim. Çok sağ olun. Allah razı olsun. Əlbəttə ki, mən gözəl qızım haqqında söz deməyə bilmərəm. Çünki həqiqətən də bu qız gözəlliyə layiqdir. Hər zaman yanındadır. Çox dəyərlidir mənim. Özünün şəxsi salonu var, çalışır. Həm kosmetologdur, həm saç ustasıdır, həm hamısını. Hər zaman belə bacarıqlı, həmişə belə gözəl, belə də yaxşı qaldıran. İnşallah da bizim yanımızda olsun. Oo, hədiyyə mi? Çok sağ olun. Biraz istirahat edeyim, yine de kuponları vereceğim inşallah. Yukarıya. Çok sağ olun, çok minnettarım. Ben de öz növbəmdə hörmətli ailemiz, anamızı narayalım, isim davam elətdirəm. Hörmətli ailemiz Gülarə xanımın adına, onun səbri olduğu, Milli Dəyərlərin Qorunması İctimai Birliyi adından diplomla tərtib edildiyimə görə çox minnətdarım, istəyirəm, şərəfli duyuram. 8 Mart üçün ən böyük hədiyyə oldu Gülarə xanım bunların üçün. Sizə çox minnətdarım, sizə can sağlığı, uzun ömür arzulayıram. Hər zaman məclislərimizin başında əyləşəsiniz, hər zaman yanımızda olasınız. Çox sağ olun. Və gözəl musiqilərimizlə közünüzü xoş etməyə çalışacağıq. Eğer burada istersense burada olsun.
eksik olmaz. Nasıl olur hiç kalbim böyle atmayın. O İsrail'e bile olursun. O nedir? Bazen hayat vermek ister aldıklarını. Güzelim söyle anlatırım niceleri. Teşekkür ederim böyle baktığın için. Teşekkürler aklımda kaldığı için. Karanlıktan korkmuyorum hissettiğim. Dünya en aydınlık ve aşkım için. Teşekkür ederim böyle baktığın için. Teşekkürler aklımda kaldığı için. Karanlıktan korkmuyorum hissettiğim. Dünyanın en aydınlık ve aşkım için. Teşekkür ederim. Teşekkürler aklımda kaldığı için. Karanlıktan korkmuyorum hissettiğim. Dünyanın en aydınlık ve aşkım için. Teşekkür ederim böyle baktığın için. Teşekkürler aklımda kaldığı için. Karanlıktan Teşekkür ederim. Hepinize teşekkür ederim. Çok sağ olun. Minnettarım. Eğer sizler razısınızsa diplomlarımızın təqdimatını davam etdiniz. Buyurun söz sizdedir. Şimdi oradan Zemfira Hanım bir hafta dedim oturup çattı. Yok Zemfira Osmanova. Buradadır. Zemfira Osmanova. Zemfira Osmanova. Zemfir Osmanova. Siz güzel. Zemfira Hanım. Tebrik ederek akarıncı olsun ve onlara bugün olsun sesini sen gelsin, bizadan gelsin. Bugünkü gününden de sizi tebrik ederim, can sağlığı. Maşallah, bu gözəlliyi ilə Zemfira xanım təbrik edirik. Sizə milli dəyərlərin qorunması bəxtlərim. Fəxriniz oldu. Siz ona layiqsiniz. Özünüz kimi diplomuz da gözəllik. Minnətdarım. Çox sağ olun. Siz sağ olun. Təbrik edirik. Pərvanə Rəhimova. Pərvanə buradadır. Yenə növbəti vergimiz, bəlkə də, bilmirəm amma özü deyək. Təbrik edirik sizi, Pərvanə xanım. Özünüz haqqında deyərsiniz. Pərvanə xanım. Hər zaman ön sırada olasınız. Size bunu arayabiliriz. Həmişə yerdə olasınız. Həmişə sevinərsiniz. Çox sağ olun. Sevərsiniz. Xoşbaxt olasınız. Ben de çok şadım. Çok sağ olun. 26 ilin gözəl saç ustasınız. Müraciət edə bilərsiniz. Çox sağ olun Pərvanə xanım. Hər gözəlliyə layiqsiniz, çünki özünüz gözəlsiniz. Günay xanım Qurbanova. Yoxdur, gəlmir. Yox. Sərvitaç xanım, çox gözəliniz. Allah sizi qorusun. Buyurun, ailənin əlindən gözəl diplomunuzu alın. Kadın zirvesi size dersin oldu. Herkesin oldu. Tebrik ederim. Sizinle derse ailede kutlattır. Təbrik edirik canım. Sadə, gözəl, xanım xatın bizim, mən həmişə Zulə xanım deyəm ona. Təbrik edirik sizi canım mənim.
Teşekkür ederim. Çok sağ olun. Tebrik ediyorum. 8 Mart'ta Allah razı olsun. Siz sağ olun canım. Çok sağ olun. Zeynep Han buradadır. Yok, o da yok. Burada. Zeynep Han bizim cavan, güzel, Kasımoğlu. Hoş geldiniz. İlk sefer de sizi görürəm. Her zaman yəqin ki, bundan sonra görəcəyik. Sizdə milli dəyərlərin qorunması təşkilatının fəxri üzvü oldu. Dilarə xanımın əlindən fəxri diplom aldı. Siz sağ olun. Salamlayıram hər kəsi. Dilarə xanımına təşəkkür bildirirəm. Sağ olun canım, çok sağ olun. Müvəffəqiyyətləriniz bol olsun. Gəlin şəkil çəkdirək. Dilarə xanım, baxın şəkil çəkdir. Hazırlaşsın Türkan xanım, buradadır. Yok. Reyhanə xanım burada. Biz bu yaxınlarda Sara xanımın doğum günündə tanış olmuşuq. Çok güzel, xanım xatım, Sara xanım kimi gözəl işçilər də yanındadır. Bilirəm ki, gözəl iş işləyirsiniz, fəaliyyət göstərirsiniz və bu gün də alimimiz tərəfindən fəxri diplomla tərtib olunursunuz. Allah qoysun sizi. Saç ustası, buyurun müraciət edin. Rəcəbdə kim alırsa, gedin müraciət edin. Gözəl saç ustamız var. Çok sağ olun. Kendinize teşekkür ederim. Var olasınız. Siz 8 Mart qadınlar barədə təbrik edirəm hamınızı. Allah sizdən sağ olun versin. Heç vaxt böyüklükdən əski olmayasınız. Yaxşı var. Çok sağ olun. Güzel rəqs ediyordu. Sara Hanım'ın arzularında o yaşta kaldı. Hem de biz ayakkabılar söylemiştik. Seni ayakkabılar kimin gider? Fırsatı olun tebrik ediyorum. Kendinize teşekkür Sədaqət xanım. Kömür xanım hazırlaşsın. Bizim her zaman sakin, üzü gülər, çok güzel xanım kızıyla gəlib bura, Sədaqət xanımız, gözəl vəkilimiz. Allah korusun. Sədaqət xanım, həqiqətən də siz xoşbəxt insansınız ki, bizim ailemiz tərəfindən fəxri diplomla bu bir motivasiyadır. Əlbəttə ki, bilirəm sizin diplomlarınız çoxdur. Həkimlikdən əlavə daha bir çox mükafatlara layiq görülmüşsünüz. Xüsusilə Türkiyədə də bir yerdə olmuşuq. Allah sizi qorusun, hər zaman o gözəl bal olsun, xoşbəxt gününü görəsiniz və bizim sakin, gözəl həkimimizi Dilarə xanım təbrik edir. Buyurun, müvəffəqiyyətləriniz hər zaman bol olsun. Çok sağ olun. Teşekkür ederim. Sara Hanım etrafında necə toplaşmışdır. O da mənə xoş gəldi ki, sizin rəddəqələrinizdən əlbəttə işçilərimiz idi hamısı ondan. O xoşbəxt sevinci mən ondan da gördüm və bundan sonra o sevinci milli dəyərlərin olması ictimai birliyi kimi bizimlə də bölüşməyizdir. Bizimlə bölüşməyi. Bu gözəl həkimimizdir. Dilarə xanım, yəqin siz o gün Sara xanım iştirakçılarına səs salmış və yoxdur, problem deyil.
Səbəbə xanım təbrik edirik sizi. İlk dəfə biz görüşük, ona görə. Ötürəm sizi, təbrik edirəm. Sağ olun. Sağ olun. Çalan yok. Yok, yeni Türkan Hamza. Türkan. İndi ve çok güzel hanım katın, hicablı, güzel hanımımız Türkan hanımı dəvət edirəm. Türkan hanım ona bildir ki, saç ustası kimi fəaliyyət göstərir Biləcəlidə və bizim Tuareg hanım, bak bu kız, siz bu kızınız. Bilirsiniz de Muhtar Ağabey Biləcəli qanunlanma. Ona göre Sağ Kanun ad gününe gidelim. O kadar hoş tersi başladı. Ata yurdunda, baba yurdunda mən onları savunmadım. Ve bu yüzden o işçilerimizin biriydi Türkan Hanım. Orada da çok fəalıydı. Yani 85'ten dön. Sadece bir kalmış ki ben ona göre dedim ki Aziz'in hanım yanında kalmaydı. Ama Türkan Hanım yanındadır. Ben sizi tebrik ediyorum. Uca Kadın Zirvesi bizi oldu. Bundan hocalara kalkması demişler. Ailede fırsatlı. Hayatta ancak sıcak fazlasıyla. Eyvallah, her birinize hoş geldiniz. Aziz hanımlar, başta Lahir hanım olmaklar, her birinize Bakıdan gelen Şəhidmat bayramımızı təbrik edirəm. Qarşıdan gelen oruçluk bayramımızı təbrik edirəm. Allah bütün oruçlarımızı qəbul eləsin, namazlarımızı, dualarımızı qəbul etsin. Sizlərə də sağ olun, teşekkür var olun ki, belə gözəl səni dəvət elədiniz, sizi gözəl günlər dəvət elədiniz. Sağ olun, teşekkür ederim. Siz sağ olun ki, əziyyət çəkmişsiniz, Biləcəlidən bura gəlmişsiniz, var olun, gəlin ayağınız var olsun. Buyurun şəkil çəkilər bir yerdə. Kömür hanım hazırsınız. Her zaman benim yanımda olan, benim kömür kızım, güzel həkimimiz, her zaman böyle güzel sade, mehriban. Kömür hazır değilsen çekişir. Olsun da çekiliş var, narahat olmuyor. Kömür hanım her zaman böyle sakitliğiyle, böyle mehribanlığıyla, her zaman mənimlədir. Tüm şənliklərdə, tüm tədbirlərdə hər zaman mənimlədir. Həm bu gözəl səhrada layiq görüldüyünə görə çox sevinirəm. Çünki layiqdir, gözəldir, gözəl həkimdir, gözəl əl işləri var. Allah qorusun, biz hər gözəl adam anlaksız Kömür xanım. Buyurun. Çok sağ olun. Size bugün can sağlığı arzuyorum. Her zaman Allah size var etsin. Sevinç başınızın tacı, keder ayağınızın tozu olsun. Çok sağ olun, her zaman bizimle olun. Teşekkür ederim. Ben həkimlərimi bax çox sevirəm. Ona görə ki, gəlin həkimdir, burada oturuyor bir dəfədən. Uzun bir dəfə Səhiyyə Nazirliyinin mütəxəssisidir. Və həkim əlbəttə ki, mən onu ailəmə gətirəndə nəslim üçün həkim gətirdim. Görünür Kömür xanım bir nəslinin həkimidir. Çünki bir əgər ailədə həkim varsa, hamı ona müraciət edir və Kömür xanım can sağlığı arzulayıram, xoşbaxtlıq arzulayıram və həkim kimi həmişə bizim qolumuzda olasınız. Can sağlığı. Şimdi burada bir güzel hanım dəvət edəcəm, hamımız bayladı. Bizim Səkinə xanımız. Bizim Səkinə xanımımız uzun illərdir gözəlliyin qayğısına çəkən, gözəl
hanımların qulluğunda duran çox gözəl həkimimiz, gözəl kosmetologumuz Səkinə xanım. Özü kimi gözəl, fəxri diplomlanmış ailemiz tərəfindən təəssüf olunur. Təbrik edirik sizi. Çok sağ olun Dilara Hanım, Allah size çalışkanlık versin. Həmişə belə təşkil edirsiniz, bizə iştirak edirik. Bir də hamının burada olanların hamısını qadınlar da çoxdur. Onları 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətlə təbrik edirəm. Can sağlığı olsun, işlərimizdən müvəffəqiyyətlər arzu edirəm. Sağ olun. Çok sağ olun, siz sağ olun. Her zaman güzelliğinizden ışık saçın. İndi ise bura yine de çok güzel hekimimiz Nailə xanımı dəvət edirik. Həkim kosmetologumuz Nailə xanım her zaman bizim yanımızda olan gözəlimiz. Allah sizi doğrusun. Bakın görün ailemiz tərəfindən necə gözəl bir fəxri diploma layiq görünürsünüz. Dilək sözləriniz var bizə. Çok sağ olun, Allah şükürleriniz olsun, Allah razı olsun sizden. Спасибо большое, Дилара Ханна, Мирай Ханна. Поздравляю вас с наступающим 8 марта. Желаю вам долгих лет, здоровья, счастья, благополучия. Спасибо вам, что к нам постоянно собираете. Желаю вам, чтобы мы отпраздновали ваше столетие. Иншаллах. Люблю вас. Nailə xanım həqiqətən də məni çox istəyirlər. İnanın ki, heç bir tədbirə gedir, ancaq məni. Çok sağ ol, ancaq məni sevirsiniz. Sağ olun, Allah da sizi sevsin. Nailə Hanım'a can sağlığı. Nailə Hanım Rus'uydu. Özbekistan'da diyorsunuz. Kazakistanlı'da ona göre Rus'uydu. Ama yaşlı bir Azerbaycan dilinde. Nailə Hanım beni de çok seviyor. Hayatından o kadar hızlıca ona göre. En iyi sevginin bizde paylayır. Allah sizi sevsin, Allah sizi korusun. Yok. Bir güzel hanım size gül hediyesi getirir. Gördünüz hamı sizi sevir. Mən Dilarə xanım hamınızı tamamlayıram. Mən Dilarə xanımı təbrik edirəm 8 Mart'ın. Allah sizə uzun ömür versin, daha sağlığı versin. Evet, gruptan seviyorum. Çok sağ olun. Biraz dönsəz. Öz hakkında məlumat verir. Qrupamızı qəbul edir sizi də. Grupadadır. Bilirəm, özünüz danışın. Mən Layla Nuriyeva. Mən çox sevərək Dilarə xanımın qrupasına qatılmışam. Mən milli dəyərlərə çox böyük üstünlük verdiyim üçün Dilarə xanımı mən öz işimdə, mən müəlliməyəm. Texnologiya kollecində dərs keçirəm və orada milli dəyərlərə aid bir gözəl otaq yaratmışam. Çünki mən milli dəyərlərimizə üstünlük verməyi çox sevirəm. Ona görə də mən Dilarə xanımı sevə-sevə qrupuna qatıldım və ictimai birliyə qatıldım. İnşallah da görüşərək sizi dəvət edəcəm kollecə. İnşallah gələrəm. Çox sağ olun. Sağ olun, çok sağ olun. Dikkatinize göre teşekkür ederim. Dilarə xanımı bütün alem sevir. O bu sevgiye layıktır. O bizim tarifi efsanemizdir. Buyurun. Şimdi burada çok güzel bir hanım. Zülfiye Hanım Rızayevan'ı dəvət edirəm. Zülfiye Hanım çok güzel tədrislərin başında durur. Öz haqqında bizə məlumat verər. Çox sevirəm bu xanımı, xanım xatınlığı ilə, gözəlliyi ilə. Hər bir gözəlliyə layiqsiniz. Allah sizi qorusun. Buyurun sizi eşidək. Mən də sizi 8 Mart qadınlar münasibətilə ürəkdən təbrik edirəm. Allahdan sizə can sağlığı verirəm. Çox sağ olun.
Nələr danışmalıdır, nələr sizi yormaq istəmir. Sağ olun, çox sağ olun. Nə yaxşı ki, belə xanım, xatır, gözəl həkimimiz var. Bura baxın. Yaxşı. Və bizi o qədər sevir ki, övladlarını da gətirib bizim yanımıza. Bu gözəl xoşbəxt xanımımız, qızımız onu çəkir. Çox sağ olun qızım. Allah sizi xoşbəxt eləsin. Yaxşı. Sağ olun, çox sağ olun qızım. Teşekkür ederim. Sağ olun, çok sağ olun. Günah xanım buradadır. Günah xanım. Gəl. Xoşbəxt xanım buradadır. Yox. Buradadır. Ay. Xoşbəxt xanım həqiqətən də görün nə gözəl, nicablı, nurlu, üzü nurlu, daxili üzünə vurur. Valla baxın bir gözəl xanıma, bir alqışlar gəlsin. Xoşbəxt xanım Abbasova. Özü haqqında məlumat deyin, amma onlar ləşmən şəhdə o. Axşamlar xeyir olsun. İlk öncə hər birinizi salamlayıram, hər birinizin bu xanımları bayramı mübarək olsun. Tək bu gün deyil, bir ömür xoşbəxt olasınız. Mən də Odlar Yurdu Akademiyasının rəhbəri olaraq hər birinizi təbrik edirəm. Bir daha var olun, sağ olun. Çox üzr istəyirəm, çox böyük bir akademiyası var xanımım. Buyurun müraciət edin, tələbələrinizi yönləndirin. Yəni, həqiqətən də layiqli xanımdır. Ona görə bir alqışlar gəlsin xanımımıza. Xoşbəxt xanım, Allah qorusun. Sağ olun. Hər zaman xoşbəxt olasınız, necə ki, belə gözəlsiniz. Daxiliniz üzünüzə bulur. İndi mən bilirəm ki, nə qədər gözəl tələbələr yetişdirirsiniz. Sağ olun. Fasilə, biraz üzəriyə, biraz oynayaq da kər. Çok teşekkür ederim. Burada yaşayan hanımlar, əksəriyyəti həkimlərdir, gözəllik ustalarıdır. Gözəlliklə məşğul olan insanların qəlbi də gözəldir. Və siz bu cür diplomla tərtib olunduğunuz üçün istəyirəm hamınız özümüzü içimən qarşı hər birimiz bir-birimizi ürəkdən alqışlayaraq. Ürəkdən. Təbrik edirəm. Çox minnətlərim və gözəl bir musiqi səsləndirə gəlsin sizlər üçün. Belə salamlar götürərəm.
başında duramaz inan hiçbir kimse. Bakışlarıyla sen herkesi görüyorsun. O tatlı dilin gülen yüzün inan ki yine patlatıyor. Farkında değil misin? Herkes peşinden koşuyor. O tatlı dilin gülen yüzün inan ki yine patlatıyor. Farkında değil misin? Herkes peşinden koşuyor. Kız seni yalan yaşadım, dertlerini de boşadım. Mest oldum, vallahi jest oldum. Ama kız seni yalan yaşadım, dertlerini de boşadım. Mest oldum, vallahi jest oldum. Seni yalan yaşadım, dertlerini de boşadım. Mest oldum, jest oldum. Seni yalan yaşadım, dertlerini de boşadım. Mest oldum. Şarkılarımız devam edir. Gözəl sanatlarımıza diplomlarımızı təqdim edəcəyik hal-hazırda. Mənim əzizlərim, dağıtmayın. Bizim məclisimiz davam edir. Hələ çox gözəl hədiyyələrimiz olacaq. Sponsorumuz buradadır. İnşallah ki, darıtmırsınız yəqin ki, birazdan da oynayacaq. Hələ indi Arif Səlimov da gələcək. İnşallah biz üçün möcüzə qadın olacaq. İnşallah burada bir digər də müğənnimiz bizi gözləyir. Amma gəmi 3 mükafatımız qaldı. Çox xahiş edirəm, sakitliyə riayət edək ki, çəkilişə, çünki hamı çəkiliş edir, sakit olsun. Gülesiniz adınız. Uzun illər Tereza Hanım diyor, alkışlayın onu. Bu günleri başından şu avtobüsler ünlü buraya gelip sabah ölmüyordu. Tabii. Onun hakkında o da yazmışım. Şimdi birden heyecanlı, sen de heyecanlı, ben de heyecanlı. Tereza Hanım'ın bütün tədbirlərində iştirak edir. Ve onun vəsiqəsini mənə oradan vəsiqəni verir. Bu vəsiqənin milli dəyərlərin qorunması ictimai diyor. En çalın çünkü Gazi Anasını ancak tek yetkene kurtardır. Tereza Hanım'ın. Değerli, teşekkür ederim. Teşekkür ederim. Bütün gazilerimizi emin amanlık olsun, hoşbahtlık olsun, şehitlerimizin ruhu şad olsun ve analar sağ olsun diye de kahraman okulları doğdular. Orada diplomu da var, diplomu da gel. En uca kadın bizim aramızda. Ben düşünüyorum ki büyüklüğünden, kişiliğine asıl olmayan Tereza Hanım'dı, en uca kadındı. Mehmet Hanım, siz diyelim onun diplomunu. Buyurun geçin Mehmet Hanım yağına. Eyleşin, teşekkür ederim. Vasif çok güzel oldu. Kahraman oğlumuz görünlüğüydü. Bu günleri Ukrayna'da gelen kızgın müharebe vakti. O gönüllü olarak Prezident'e müracaat edip ki ben orada gidip hizmet etmek istiyorum. Ve bugün orada hizmetlerde Allah korusun onu. Allah sizi hoşbaht edesin. Sağ olun, can sağ olun. Əlbəttə ki, bugün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah onlara rəhmət eləsin, qazilərimizə can sağlığı versin, qazi analarımızın, şəhidlərimizin analarının qarşısında baş əyirik. Öpürəm. Çok hoşuma Sevgili başkanlarının münasebetini hamıza hoşbəxtlik arzulayırıq. Çok sağ olun. Sağ olun.
Bugün illərlə hanımlarımızın qulluğunda duran çox gözəl müəllimi, rəhmətli müəllimi, Bir dakika. ama adımın xalqımızın, gözəl xanımlarımızın qulluğunda durur və rəhmətli Balaşın tələbəsi olub uzun illər. Allah rəhmət eləsin ona. Mən bilirəm, indi Balaşın tələbəsi görün nələrə qadirdir. Çox gözəl, yəni reklama heç bir ehtiyacı yoxdur. Çox bacarıqlı, gözəl əlləri var. Çünki mən bunu Sara xanımdan bilirəm. Özdə əminəm, özü kimi gözəl də əl işləri olacaq. Buyurun, özünüz haqqında danışın. Çok sağ olun her şey için. Teşekkür ederim. Buradan gittiğiniz için çok sağ olun. Hadi teşekkür ederim. Var olun. Neymişsiniz? Qəşəng bir şapkalar yoxdur. Elbette. Gələcəm inşallah. İnşallah. Xeyirli, uğurlu olsun hər işiniz. Sağ olun, sağ olun. Çox sağ olun. Sağ olun. Bir nəfərimiz qaldı. Siz ben keçmeye başlayalım. Günay xanım Kamerama buradadır. geçelim. Günay xanım. Çəkmişimizi eləyiniz. Teyzəm çək. Sağ olsun Reyhanə xanım. Sağ olun. Buraya indi bir gözəl xanımımızı dəvət eləmək istəyirik bura. Hörmətli Sara xanımımızın tələbəsi Günay xanımı dəvət edirəm. Günay xanım, Sara xanımın belə özü kimi gözəl tələbələri var. Allah korusun. Uğurlarınız bol olsun qızım. Hər zaman öndə olasınız. Çünki sizin belə gözəl müəllimimiz var. Əminəm ki, əl işləriniz də gözəldir. Sağ olun, çox sağ olun. Elbette ki benim Sara Hanım bilmeyenler varsa ben de bir kosmetolog olarak güzel sayesinde teşekkür ederim. Çok sağ olun. Bayramınız mübarek olsun. Dilara Hanım size tebrik ederim. Bayramınız mübarek olsun. Çok sağ olun. Uğurlarınız bol olsun Elçin. Buyurun. Sözünüz var Clara'cığım. Yok, hamını bir de tebrik ederim. Bu münasebetiyle cemiyetimizin yüzü olma münasebetiyle. Ona göre ki bu yıl buradasınız. Ne yaşadık sizler varsınız. Sizler olmasa ben ben de tanışamam. Siz bizim etrafımızda güzellik yayırsınız. Sizin eseriniz bizi daha da cavanlaştırır. Ve Sara Hanım yaştan korkmamalı. Antiçin bundan sonra söz verecek. Ben yaşayacağım da benden sonra da yaşayasam inşallah. Allah korusun, anladım. Analar bir gözəldir. Analar cənnət anaların ayaqları altındadır. Və bugün bizim gözəl bir Salih xanımız analara görə, bizim kimi gözəl analara, nənələrə görə bir gözəl ifa edəcək ana mahnısını. Buyurun dinləyin, sonra davam edəcəyik. Çok teşekkür ederim. Ben görüyorum ki burada yaşayanların çok fazla analardır. Benim de cennet analarım ayağı altındadır. Allah bütün analara can sağlık versin. Dünyasını yaşayanlara rahmet eylesin. Ve 8 Mart Kadınlar Günü derdim ki analar günüdür hakikaten de. Ve sözleri ve musikisi özüne ait olan ana mahnılar, Dilara Hanım, süt başta olmakla burada eğleşen bütün analara həsr edirəm. Çok minnettarım, sağ olun. Hər iş. Hamını geçecek. Hamını çək. Hamını geçecek. Götür. Bunu çəkeyim.
Fərqli bağımızın eşkili olsun. Bütün qəzilərimizin eşkili olsun. Qəzilərimizin olan anaları, yaşadan anaların eşkili olsun bu mahnı. Teşekkür ederim Mesut Hanım. Müslüman Hanım, o kadar bizi təsir bağışladı bu mahnı. Çok sağ olun Müslüman Hanım, var olun. Ve benim gelinim de anadı. Onu da tebrik ediyorum. Onun davasına can sağlık arzu ederim. Korkmanız bugün sizin hediyeniz olsun. Çok minnettarım, çok minnettarım. Allah bütün anaları korusun. Teşekkür ederim. Allah qazilərimize can sağlığı versin. İstəyirəm bir vurgulayım ki, mənə təbrik gəlmək. Bugün hal-hazırda, bugünkü günü biz firavan, rahat, azad yaşayırıqsa, bugün biz burada rahat, təhlükəsiz əyləşmişiksə, gözəl günlərimizi qeyd ediriksə, bunlar hamısı ulu öndər siyasətçisi davamı möhtərəm prezidentimiz İlham Əliyevin sayəsindədir və qazilərimizin sayəsindədir, şəhidlərimizin sayəsindədir. Təbrik edirəm bir daha hər birinizi, minnətdaram və sözü yenidən Məhət xanıma vermək istəyirəm. Buyurun. Bir ana şeiri yaxşı olar məndə desəm, hə? Olar. Səhvər Cəffarlının ana şeirinin yeri var, hə? Əgər bütün bəşəriyyət əziz canlı olan, ürək sübut eləməz aldığı məkanətdən, rica-ı qız həvəkan vermərəm gəl alimlər, ki bir kəsə baş əyim, içini bəyan edin, əyilmərəm yenə haşa, o nədir ki onun hökmü ilə xalqa həqiranə edin tərdin. Ana, ana, o adın qarşısında bir qulpət, həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhdinə yuvarlansam, xəyal edərəm bəzm istirahətdir. Əsil külək, bağır ey bahri bir alan, ləpələn, atıl cahana, sənə yıldırım, alış, parla, gürulda taq-ı səmavu, çatla, dağıl, yanışın yandır ey bu dağlar. Bunlar mənə təəssüf edərmi? Əsla, yox. Fəqət ana, ana, sənə mən rahibəm, itaətdən. Alqışlar görürəm. Üzr istəyirəm, Allah məktəbim olsun, biraz həyecanlandım. Amma yenə də üzr istəyirəm bilənlərdən. Sağ olun. Bu günləri mən istəyirəm biraz hədiyyə verək və bura sponsorumuzu Rəfiqə xanımı dəvət eləmək istəyirəm. Bizim gözəl həkimimiz, deməli, həm özünün şəxsi salonu olan, öz əl işləri ilə, yəni hamının qulluğunda duran gözəl rəfiqəm, gözəl qızım, adı rəfiqəm ya, mənim rəfiqəmdir. Gözəl qızım rəfiqə, bugün sizə əl işləri ilə özü hazırlandırmış, öz serumlarını, saç üçün hədiyyələrini sizlərə indi kimə istəsə təqdim edər, mən ona kömək edərəm. İhtiyacı varsa, salam tanımlar. Həmişə sizlərdə inşallah görək sizdə. Bugün getirdiğim saç serumu, Əvvəla dinən tərkibində nədir? Yeni saçları kurulursa, tökülürse, kimin saçlarında yollar varsa, uzanmasını istəyirsə, yani o hanımlar üçün ihtiyacı olsa elini atılır biz ona təqdim edirik. Ama nəzərə alın ki, 10 dənə birinci Dilarə xanıma təqdim olunacaq. Sonra niyə belə olur? Buyurun, bizim gözəl qızımız saç üçün, saç tökülməsi üçün lasyon hazırlayır. Hə, bağışlayın. Və burada bizim bir digər sponsorumuz da var, Əli bəydir. Bir də üzr istəyirəm, Dilarə xanım təşəkkürünü bildirsin. Rəfiqə xanımı biz yolda sevdirdik və qardaşım üçün bu tanımdan yol getməmişəm. Və benim anlam biz Türkiye'də bir yerdə seminarda oldu.
Mənim Nəvayət xanım seminarındaydı, həm də asker bizi dəvət eləmişdi. Türklər böyük bir seminarda oldu və çox gözəl təsir bağışladı. Rəfiqə xanımın öz aləmi var. Bunlar elə belədir. Onun öz aləmi var. Baxırdı bizə, amma mən de gördüm ki, o dünyası var, öz dünyası var. Səni o dünyanında həmişə şərəf taparsan, şöhrət taparsan, xoşbaxtlıq taparsan, sağlarım, sən çox gündən ailədən olduğum hissi olundu. Tərbiyəli, mədəniyyətin və çox sevinirəm ki, Nəvayət xanım mənəvi qızısan. Ona görə ki, hər mənim adamın mənəvi qız götürmür Nəvayət xanım. Biz de Nəvayət xanım icazə versin, bu sportlardan qalın. Çox sağ ol. Kimə? Çox sağ ol. Çox sağ ol. Mən istəyirəm, burada 2 nəfər çox gecikmişdi. Əvvəla mənə verirdim ki, biri gəlməyəcək, o indi adını çəkmirəm elədi. Amma genelde sevindim ona göre ki bütün rayonlar bizimdir, hamısı Qarabağda bizimdir rayonlarda ama Gəncəni mən çok sevirəm. Ona göre ki mən gəlinimlə oğlumun 2 qudası var, ikisi de Gəncəlidir. Emine Hanım, hoş geldiniz, geciktir gelin bura. Rəfiqə Məlahət Hanım'ın lap yaxın, sirdaşı, dostu, Rəfiqə mən demərəm, bacısı, ana bacıdırlar. Ve mən de onlara qoşulmuşam. Mən hesab edirəm ki, Emine Hanım mənim də dostumdur, mənim də yaxınımdır, mənim də mənəvi evladımdır. Ona görə ki, yenə deyirəm, ona görə göz yox ki, Gəncəli həmdir. Amma ki, qohumlarımıza görə qohumlarımız oradandır. Emine Hanım çox mədəni, çox tərbiyəli, çox yüksək səviyyəli həkimdir, dəri zöhrəvi həkimdir. Və mülayət olun uşaqlarımız əskər gedirsə, onu görürüm bizdə. Bu enkamatda işləyir. Özü çox böyük məsuliyyətli vəzifədədir. Emine Hanım gözəlliyi ilə, tərbiyəsi ilə, mədəniyyəti ilə və rəqs etdiyi ilə hamından ayrılır, aralanır. Nəvayət xanım, nə yaxşı ki, Emine Hanım mənə onunla tanış elədim və nə yaxşı ki, Nəvayət xanım var, Emine Hanım var, sizlər varsınız. Təşəkkür ederim. Çok sağ olun. Teşekkür ederim. Burada saçı problemi olanlar hanımım. Buyurun, adınızı deyin. Diyeceğim, eləmək istəyəcəm. Kənzilə xanım, amma saçınız yaxşı da quruldur. Yaxşı, onu istifadə edərsiniz. Sonra lazım olsa, Rəfiqə xanım nömrəsini götürərsiniz. Buyurun. Və bizim Kömür xanımımız, gözəl həkimimizə bir dənə genel bilgi necə istifadə edirsiniz? Rəfiqə xanım, indi izah edəcək, necə istifadə edirsiniz? Kömür xanım, buyurun. Can, Allah şəfa versin. Mütləq sizə yardım olacaq. İnşallah ki, Rəfiqə xanım qoy sizə izah eləsin ki, necə istifadə edəsiniz? Telefonumu deyirəm, kimin ihtiyacı olsa əlaqə saxlasın diyeceğim, yazacağım. Burada geniş, istiyorsunuz genişleyeyim burada. Sadece onun saçı yuyursunuz. Temiz saça istifadə olunur. Parmaqlarınızın ucuyla, masajla saçınızı diblərinə sürtün, soruncularına sürtün. Eğer sökülürsə diblərinə qoyun. Eğer qırılırsa uclarına da vurabilirsiniz. Yəni saçı elastik eləyir, tökülməni saxlayır. Saçda onu tətbiq edəndə saça yarım saatdan, yəni yarım saatte saxlayabilirsiniz. Yarım saatte saklayabilirsiniz, 4 saatte saklayabilirsiniz. İhtiyaç varsa saç daha zayıf ise 4 saat saklayın. Bir de yarım saat bekleyin. Çok keyfiyetlidir, tecrübe olunmuştur, çok istifade olunur. Yani ben etkileştim ki burada getirin ihtiyacı olanlara, yeni paylıya tanış olsunlar. Ne var kalmış? Çok sağ olsun ki ihtiyacı olanlara hediye edeyim. Buyurun, sonra Rəfiqə xanımın nömrəsini ya kim istəsə məndən alar. Buyurun, Səkinə xanımız, Gözəl xanımız saçından nəsə şikayət edir. Amma yoxlayın, sonra gəlin yana alın. Deyilsizlər. Buyurun. Sağ olun. Sadə yeri təqdim edin. Burada Zülfiyə xanım çok güzel müəllimimiz, tədrisin
gözəl keçirən, gözəl tələbələri olan bizim Zülfiyə xanımız istifadə edin, bizə bilərsiniz. İnşallah ki, xeyrini görərsiniz. Amma mən əminəm ki, onun güzəlliyi çox keyfiyyətlidir. Yəni, nömrəsini də ala bilərsiniz. Buyurun. Və bizim burada bir sponsorumuz da var, Əli bəy. Əli bəy çox gözəl yalnız tutular, yəni hər bir sahədə çox gözəl bir işləri olur. Bacarıqlıdır, mənim oğlumdur, bacarıqlıdır. Hər işin öhdəsindən gözəl gəlir və birini də Əli bəyə vermək istəyəm. Çünki Əli bəy özü indi bizi tutular verəcək qəşəng. Buyur Əli bəy. Əli bəy çək, bəri. Səfaxan, saçınız tökülmür, ehtiyac var. Bizim de güzel aktrisamız Vefa Hanım Hüseyin Alova'ya vererek bir alkışlar gelsin Vefa Hanım çünkü bizim vəziyyətimizi çok sevdik. Buyurun siz de istifade edin, sonra bize ihtiyaç. Başa deyilik. Burada benim bir güzel dayım kızı var. Diğer ikinci saçı tutuyor da gelsin şimdi. Onlar da gelsin. Ona göre bir alkışlar gelsin. Çok güzel müəllimdir, illerin müəllimi tədarikçisi artıq. Ben istəyirəm onu dayım kızına verim. Bir qohumazlıq edin də. Buyurun hanım. Növbəti gözəl laksiyonumuzda güzel həkimimiz buradadır. Mehriban İbrahimova. Bir alkışlar gelsin. Mehriban Hamaya geldi, su saçsız tökülür. Çünkü töküler o stresten sonra töküler. Allah rəhmət eləsin oğlumuza, baş əylənsinin qarşısında. Akşamınız xeyirli olsun. Önce ben teşekkür ederim. Dəvət etdiyiniz üçün. Değerli alimimiz Dilara Xanım, değerli xanımımız, Məhəmməd anamız Dilara Xanım, illərdir birbirimizi tanıyırıq, rəfiqəyə dostlar olur. Elə bilən ki, ailədən deyirəm. Dilara Xanım deyilən, hər birimizi qarşıda gələn, sabah keçirəcək bayram münasibətilə bütün analarımızı, şəhid analarımız başta olmakla bütün anaları təbrik edirəm. Hər birinizə can sağlığınız, uzun ömür, huzur dolu günlər arzulayıram. Hər birinizin Allah çəkməyəcəyiniz dağı heç kimə qismət eləməsin. Bala dağıyla heç biriniz sınamasın ki, bu sınavdan mən sınamışam. Allah mənə də güc versin, bütün şəhid analarına da. Təşəkkür edirəm diqqətinizə görə. Canlardır, Allah səni qəbul etsin. Allah o bir iki gözəl balonu xoşbəxt eləsin. İnşallah bizim toyuna gəlir. Və sponsoruna da son sözü var. Demək əziz xanımlar, verdiğimiz serumu xüsusanada saxlamaq lazımdır. Çünki 99% təbiidir. Yəni, elə içində olan şeylər var ki, Yaponiyadan, Ərbistandan getirilir. Yəni, çox keyfiyyətlidir. Təmiz saça təşkil edirsiniz. Yəni, salonda da qoydura bilərsiniz. Yəni, bir də nömrəmi götürür. Yazın 050 332 4412 əlavə saxlayarsınız. Nə sözünüz varsa deyərsiniz, mən başa salarım. Məndən də soruşa bilərsiniz sonra Rəşqə xanım nömrəsini. Əzizlər, bəlkə biraz istirahət edək, sonra hədiyyələrin çox olacaq. Kim hədiyyələr aldı, o müslər almayıbsa, o birilərə təyin edər. Suxular təqdim olacaq, kremlər təqdim olacaq. Yəni, hələ hədiyyələrimiz davam edir. İnşallah biraz dincələr, necə deyirsiniz, biraz əylənər? Məhar xanımın ürəyi o qədər gelmişdi ki, özünə gətirdiklərimi də bayıladım. İnşallah gələn Məhar xanım. Sare xanım sizə. Xanım, Rəşqə xanım, sizə də təşəkkürümüzü bildiririk, gözəl hədiyyələriniz üçün. Heç kimi saçı tökülməsin. Hər kəs, Rəşqə xanımlar hər zaman gözəl olsun, səlavətli olsun bugünkü kimi. Və çox xanımlar, burada xanımlar orucudlar,
iştahlarını açtılar. İftardan sonra deyirlər biraz yemək, hərəkət etmək çox xeyirdir. Bəlkə rəqs edək, nə deyirsiniz? Alqışlarınızla mənə bir cavab verin. Rəqs edək, edək. Buyurun. Thank you.
senin olsun, senin olsun. Bu senin var dudakların. Senin olsun, senin olsun. Elbaya benim yerden. Şerdeki yerden. Sen onu soruşma benden. Senin olsun, senin olsun. Elbaya benim yerden. Şerdeki yerden.